bu cür gözəl təqdimatdan sonra onu da diqqətdən kənarda qoymayaq. Bu gözəl verilişin gözəl aparıcısı Aysel xanım Bilbəydən alır. Çox xahiş edirəm də, belə vaxtından əvvəl sevinməyi qoyun bir qırağa. Çünki mənim əlimdə etibarlı dostlar, gözəl dostlar elə bir sənət tapıblar ki də, bu, mən bilmirəm vallah bunu necə şey eləyək. Nə sənədir ki? Təqdim eləyək, yox, bilirsiniz, biz artıq gecikmişik. Mən başa düşə bilmirəm. Sizin xanım, sizin şəhadətnaməni, uşaqlıq şəhadətnaməsini mənə göndəriblər. Mənim Bəli. şəhadətnaməm. Soruşmaq ayıb olmasın. Siz niyə özünüzə, nə deyir, adı nədir? Ayla başlayır amma arxası yadına. Ay, Rafael müəllim, siz də unutdunuz. Bu günləri- Natiq müəllim, mənim adımı bilmirsiniz. Təşəkkür edirəm. xeyr, Asella xanım. Asella, nə qəşəngdir. Doğum Bax, bu ad bütün şəhadətnamə. adların sən Asella. Asella. Nə bilirsən Asella nədir? Angela. Yo. Sənin adın Aselladır. Və bugündən də sənə Asella deyəcək. Mənim əlimdə də sənədim var. Mən bunu sənə sübut eləyəcəm verilişdən sonra. Uşaqların vaxtını almayaq. Buyurun. Afaxanım, Asella xanım. Asellanın mənası nədir ki? Hə? Asellanın mənası Sən nədir? özünə şeylə as. mən baxıb deyəcəm sənə. Özümə Burada as. bax, Google-a vurum görüm nədir. Heç Yoxdur, nə. Asella. Afaxam, əgər Asella mən indi nəsə o çıxdı. Deyən, Asella doğrudan adının- var elə bir ad. mənası. Hə, Şəngənd verilişinin aparıcısı. Elə çıxdı. Afaxanım, bəzi ölkələrdə, Afrika və Asiya ölkələrində Asella qadın adı olaraq istifadə olunur. Mənası nəzakətli, incə və gözəl deməkdir. Bilmir, bilməm nə danışır. Vallahi da.